mənə deyə bilərsiniz ki, son xəbərlər Səkinə xanımdan nədir? Mən xanım Səkinə Məhəmmədin pərvəndəsini oxumuşam və Səkinə Məhəmmədi də zindanda görmüşəm. Pərvəndədə heç mücazatı edam yoxdur. Bu əxbarlar ki biz eşidirik, onlar düz deyirlər. Ona xatir ki Səkinə Məhəmmədi edama məhkum olmayıb. Sonradan ki mən İrandan gəldim, bir nəfər adı Hüten Kiyan, vəkil dadgöstəri. O gəldi dedi mən getmişəm və pərvəndəni oxumuşam və difa elədim. Muntaha 2 nəfər jurnalist Almandan gəldilər Təbrizə, turist təkin gəldilər, muntaha xəbərnigar idilər. Və o moğa ki bunlar danışırdılar, bir xanım ki mütərcim olmuşdu. Bu zamanda İttilaatın məmurları gəldilər Ağay Hüten Kiyanın dəftərinə, bunları tutdular. Bu 4 nəfər əlan zindandadırlar. 2 nəfər xəbərnigarda Tehrandadılar, 2 nəfər də Təbrizdə zindandadırlar. Bunun vəkili, yəni Hüten Kiyan və habelə oğlu nə ilə irtibatda tutulublar? İran dövləti deyibdi ki, bunlar komünistlərlə irtibat vardır. Komünistlər bir böyük qrupdular, müxalif rejimdilər. Mən onun işim yoxdur. Muntaha bu müxalifət, bu irtibatlar İranda cürmdür. Bu irtibatı o 2 nəfər xəbərnigar bilmirdilər. Mənim nəzərimdə bu 2 nəfəri girogan tutublar. Bunlar girogandılar İranda və əqidə varımdır ki, bunların tutulmağı buna xatırdır bir imtiyaz tutarlar Almandan. Səkinə xanımın oğlu siz İrandan çıxandan sonra həm sizin əleyhinizə danışdı və həm bu son günlərdə ki tutulubdu, Hüten Kiyanın əleyhinə danışıbdı. Sizcə, yəni nə cür bu etirafları bundan alırlar? Vəkillərinin, hətta anasının da ziddinə bu danışıb. Onlar heç kimə ki gələn mühüm olmuyor. Ona xatır ki, İranın hökuməti bu işləri görür. Şikəncə eləyir, söz çıxardır adamlardan, bir nəfərin əleyhindən danışır. Mən ona əhəmiyyət vermirəm. Mənim əhəmmiyyətim xanım Səkinə Məhəmmədin canıdır. Onun canı hər şeydən ərcəhdir. Əgər ki, mənim əleyhimə danışarlar, hər kimdən əleyhimə danışar, mənə mühüm deyil. Mənə mühüm odur ki, Səkinə Məhəmmədi tez bu mərikədən nicat tapar. Siz bilirsiniz, bu zamanda İranın hökuməti istəmirlər ki, İranda azad danışarlar. Siz işarə elədiniz ki, bu xanımın pərvəndəsinin yad dosiyəsini görmüsünüz. Bu pərvəndədə edam hökmü yoxdur. Amma xəbərlər bu son günlərdə bir dənə də kompaniya yarandı ki, bunu istəyirlər sürətlə edam eləyələr. Bu əxbarlar şayədir və düzdürdülər. Əslən mücazat edam xanım Səkinə Məhəmmədin pərvəndəsində yoxdur. Mücazatdır ki, xanım Səkinə var idi, olunmaq daşlandı. Bu mücazat da eləyə bilməzlər ki, bunu qaytararlar bir mücazat dahiyə. 2 ay bundan qabaq elan elədilər ki, felən bunu saxlayıblar. Bunun hökmünü icra eləməyiblər. Muntaha mənim nəzərimə bu cür şayə, bu cür sözlər Səkinə Məhəmmədinin pərvəndəsinə yaxşı deyil. Ona xatır ki, bu bir yol verir İranın əlinə ki, əgər ki, onlar istəməyələr ki, bunu edam eləyələr, bu sözlər bir dəlil olar ki, bunu edam eləyələr. İndi Səkinə xanım Məhəmmədi Aştiyaninin vəkili tutulub. Ondan əlavə Təbrizdə 2 dənə ayrı vəkilə, Abbas Cəmaliyə və Nəği Məhmudiyə fişar gəlir ki, bu siyasi məhbusların vikalətindən çəkilsinlər kənara və habelə Tehranda da bilirsiniz, xanım Nəsrin Sutudədir, bir neçə dənə ayrı vəkil tutulublar, həbsə düşüblər. Sizcə nədən İran dövləti bu vəkilləri tutur və həbsə salır? Bilirsiniz ki, vəkillərin vəzifəsi budur ki, adamların hüququndan difa eləyər. Difa da qanunudur. Qeyri-qanuni biz iş görmürük və bunlar icazə vermirlər ki, biz pərvəndədə dixalət eləyək. O cürü elə bilərlər ki, çox rahat gələrlər, bir nəfəri məhkum eləyərlər, bir nəfəri edam eləyərlər. Siz görürsünüz ki, məişətdə nə qədər adam edam olubdur. Qızılhisarda nə qədər adam edam eləyirlər. Hər yerdə görürsünüz zindanlarda adamların əllərini kəsirlər. Bu işləri orada görürlər. Əgər vəkil ola, vəkil eləyə bilər danışa, vəkil eləyə bilər etiraz eləyər. Bunlar istəmirlər ki, bizim etirazımızı adamlar eşidilər. O qədər ki, İrandaydım, mənə də fişar gətirdilər. Mən naçar oldum, gələn çölə o cürü səsini millətə, adamlara, dünya deyən ki, baba, bu İranda dövlət Cümhuriyyət İslami qanuna əhəmiyyət vermir, adamların hüququna əhəmiyyət vermir, edam edir, adamların əllərini kəsir. Bunları mən bu cürü eləyə biləm deyəm.
Muntaha vəkillər gələn İrandadılar, onlar eləyə bilməzlər ki, danışarlar. Ona xat bu fişarları gətirirlər. İndi sizin bir İran tamam şəhərlərində və əyalətlərində, yəni ustanlarında bir vəkillər mərkəzi var. Yəni qanuni vəkələ vardı. Nədən İranın bu vəkilləri o tutulan vəkillərdən himayətdə bir iş görmürlər? İranda 2 dənə qanun vəkəli vardı. Yəni 2 yer vardı ki, vəkillər orada işləyirlər. Bir dənə bu qanun vəkəli qüvvəyə qəzanın əlindədir. Bir dənə qanun vəkəli də müstəqildir. Heç kimin əlində deyil. Dövlət, hökumət istəyir ki, bir iş görə ki, müstəqil vəkillər işləməyirlər. Ona xatir onlara fişar gətirirlər. Qanun vəkəli eləyə bilməz danışa. Ona xatir ki, qorxur. Mənim də burada, yəni sözüm budur ki, bu cürü gələ olmayan, qanun vəkəli gələ bir iş görə. Qanun vəkəli gələ bir iş görə, siz bilirsiniz ki, Nəsrin Sütüdə alən zindandadır. Ağay Sütüdə 9 il həbs tutubdur. 10 il eləyə bilməz ki, vəkalət eləyə. Ağay Dadxa, Sultani təhti fişardadılar. Çox vəkillər alən İrandan gəliblər çölə. Ona xatir eləyə bilməzlər ki, işləyirlər. Təvəqqümüz budur ki, qanun vəkələ etiraz eləyə. Çox təvəqqümüz budur ki, bir dənə biz qanun vəkələ beynəlmiləl varımızdır. İngilisdədir. Qanun vəkələ beynəlmiləl də heç danışmır. Bizim etirazımız budur ki, niyə qanun vəkələ beynəlmiləl heç iş görmür? Niyə etiraz eləmir? Qanun vəkələ beynəlmiləl vəzifəsidir bizlərdən, vəkələlərdən, hüquqlardan difa eləyər. Qanun vəkələ beynəlmiləl ki, azad bir yerdə orada da yoxdur.